Geldim burada anamla görüştüm, atasız böyümüşəm. Atamı görməmişəm. Anam dedi, sen için kız alım. Daha o biraz istoriyadır danışmağa, istəmirəm onu açıqlayayım. O şimdi ailemi atmadım, halati boşamadım. Anam ginekoloq idi, dedi mən öz namusumu əl vurmaram da. Namusu əldən vermək olmaz. Övladı olmadı, axıra kimi yaşadılar, ikisi də öldü. Qardaşının uşağını götürdü, saxladı öz üçün ev eşik elədi. Bu hasirçiyə cürbəcür vedrə bağlayardılar. Mənə gülərdilər. Məsəl üçün o hasir ilə dünyanı gəzirəm mən. Paltar yox idi geyməyə, mən geyinim. Anam bir dənə yamaq bura qoymuşdu, bir dənə bura. Qızlar oturmur deyə adamla. Deyir, onun paltarında yamaq var, oturmuram. Ərazidən də gördüyünüz kimi biz Bakıda deyilik. Bəli, Miras Cənub bölgəsindədir. Kanala abunə olmayanlar abunə olmağı, videolarımızı bəyənməyi, paylaşmağı və şərh yazmağı unutmayın. Əgər Miras YouTube kanalına maddi dəstək olmaq istəsəz, gördüyünüz bu Patreon linkına daxil olub bizə iyanə edə bilərsiniz. Mirasa tərəfdaşımız olan Tahirzadə brendinin təqdimatında baxırsınız. Xoş izləmələr. Bu hekayə dəyərini min illərdən gələn mirasdan alır. ...1952-ci ildə Kakalos kəndində dünyaya gəlmişəm. Mənim anam ginekoloq həkim olub. Xəstəxanada işləyib. Biz 3 qardaş olmuşuq. Mən 68-ci ilə qədər 2 saylı tam orta məktəbi qurtarmışam. Bakıya getmişəm oxumağa. Orada İsrail Texnik Kollecə orada oxuya-oxuya gecə deməli bizə təklif olundu ki, Sovet dövründə elə idi ki, gedin orta məktəbi 9, 10, 11-ci sinifi atestatından qoy oxusun, uşaq qalmasın da belənçinə. Nədənsə bu təklifi mənə verdilər. Bizim məktəbdən uşaqlar var idi mənim kimi. Getdik orada gecə məktəbində oxuyurduq. 64 nömrəli tam orta məktəbdə Nəsimidə. O məktəbi oxuya-oxuya bu məktəbi də oxuyurdum. Sonra elə qarinə elə oldu ki, voyinkomatdan mənə gəldi. Kağız gəldi. Dedi ki, sən Siviyəzə sizi qoyuruq. O vaxt elə idi, axtarırdılar ki, istedad uşaqları. Mən dedim, rus dili o qədər bilmirəm. Dedi, onda şoferliyə səni qoyuruq. Məni qoydular Sabunçuda şoferi orada, 6 ay orada oxudum. Məni əskərə apardılar. Mən deməli, uçuta qaldım orada, Nərimanov rayonunda. Evə gələ bilmirdim mən. O vaxtı propiska ilə idi, bilmirdim mən. Bir gündə poyizə mindim, Astara poyizine evə gəlim. Vaynilər məni tutdular, dedilər, sən buranın vatandaşı deyilsən, çox da dünyaya burada gəlmişsən, Nərimanov rayonunda uçutdasan. Məni orada polisə saldılar, apardılar polisə, axşam çağı yenə mindirdilər, poyizə qaytardılar dala. Sonra getdim, maraqlandım bu viziya sistemi harada götürürlər. O təzə bazar var, orada getdim, öyrəndim, orada tapdım oranı. Məktub yazdım, o vaxtı məktub idi evə. Mənə bir də arayış göndərin, kimin evinə gəlirəm. Arayış gəldi mənə. Mən o arayışı təqdim elədim bura, mənə viziya verdilər. Neçə gün icazə verdilər. Gəldim burada anamla görüşdüm, atasız böyümüşəm. Atamı görməmişəm. Nədənsə əskərlik, oradan əskəri qurtardı. Anam dedi, sən üçün qız alım. O biraz istoriyadır danışmağa, istəmirəm onu açıqlayayım. O da mürəkkəb alındı məndə evlənmək zad. O şimdi ailəmi atmadım. Ailəmlə elə yaşadım, bu uşağın anası. 6 il evladım olmadı. Halati boşamadım. 6 ildən sonra bir evladım oldu. Anam ginekoloq idi, dedi mən öz namusumu əl vurmaram da. Qıryat yarbadı. 6 ildən sonra mənə bir evlad Allah qismət elədi, oğlan idi. 1 il 6 ay yaşadı o uşaq. O uşaq dünyasını dəyişdi. Yenə də 6 il gözlədim.
6 ildən sonra mənə bir övlad, oğlan verdi. O oğlan bu dəqiqə Rusiyanın vətəndaşıdır. Orada 5 dənə uşağı var. 6 il keçəndən sonra bu övladım mənə qismət elədi. Mən bunu deməyin məqsədim budur ki, yəni keçmiş qədim zamanlarda şəxsən qayda qanun belə idi. Mənim namusum mənim gözümün qabağından, mənim əlimdən çıxdı. Mən onu qəbul eləyə bilmirdim. Eləmirdilər, mən də eləyə bilmədim. O yoldaşı saxladım. İndi 2016-cı ildə mənim ailəm rəhmətə getdi. 2006-cı ildə rəhmətə getdi. Mən qaldım subay, indi də qalmışam. Şükür Allaha, uşaqları yerbəri eləmişəm. Bunun üçün də ev eləmişəm. Həyat da almışam uşaq üçün. Məcbur elədim gəlib ev tikib ev üçün. Pəncərəzadələr qoymayıbdı. Bunu eləmişəm evladım üçün, 2 dənə evladım üçün. Atasız, ana tərbiyəsi ilə. Anam çox gözəl insan idi. Anam həmişə deyərdi ki, kim səni söysə küçədə zadda, qonşu davasında, ona deyəsən ki, Allah sənə o qədər varidat versin, sən yata bilməyəsən onun əlindən, vay apardılar. Ya dadan belə oldu, nənəm belə oldu. Yox, o söyüş deyil. Biz belə tərbiyə görmüşük. Namusu əldən vermək olmaz. Kim öz namusunu əldən verir, onun şəxsiyyəti yoxdur. Bu biz pis çıxmasın, bəzi adamın kefinə dəyər. Bəlkə də mənə bir nalayiq sözlər də deyə bilər, amma yox. Namus ayrı şeydir. Namusu əldən vermək çətin şeydir. Ona görə boşanma çox gedir. Məsəl üçün, bizdə ailə var, övladı olmadı, axıra kimi yaşadılar, ikisi də öldü. Qardaşının uşağını götürdü, saxladı öz üçün ev eşik elədi. O vaxtı belə idi. Yəni, maarifləmə bu deməkdir ki, yəni indiki ağsaqqallardan istifadə eləmək lazımdır. Ağsaqqalları cəlb eləmək lazımdır. Keçmiş adamları, baxmayaraq, yaşı keçib də, elə deyil. Qoy bir şey gələcək nəsil öyrənsin ki, biz necə yaşamışıq. Bizim bu evlər hamısı lığdan olub. Mənim buna yaşım çatır. Hamısı lığ, baba bu lığdan idi. Bir nəfərin ixtiyarı yox idi, bir dənə spişka papruz atsın, o kimi yandırsın. Niyə gərək indi gedib biri-birini evdə öldürürlər? Nəyə görədir bu? Hamısı bax, bu boşamaya görədir da. Yəni ki, becər kənd yeri belə tələb eləyir. Mal saxla, toyuq saxla, cücə saxla, tərəvəz ək özü üçün eləginə. Niyə sağlamı yoxdur? Baxırsan qəbristanlığa, hamısı cavanlar ölüb. Niyə? Nəyə görədir bu? İşləmirlər. Yəni ki, o vaxtı o qədər işləyərdin, belə əlini belə eləyərdin anlığa, belə dilbə vuranda görərdin, duz tökülür insandan. Təmiz olardı o duz. İşləmirlər. Ye, yat, ver, yiyim, ört, yatım. Cəmaatın çoxu işləmək istəmir. İşləmirlər. Niyə gərək işləməsin? Məsəl üçün, həyəti var. Bir dənə ağacı əkkinə, alça əkkinə, püxum, mandarin ək, heyva əkkinə. Məsəl üçün, indi çörək olmadı evdə, arvadı yoxdur, işə gedib də. 2 dənə alma yiyərəm, 2 dənə heyva yiyərəm. Günorta elədir ki, mən üçün o meyvə yemdir də. Onu da eləmirlər bizim xalqımız. Niyə gərək eləməsin? Şəhərdə məsəl üçün metro orada, gözəl binalar, gözəl asfaltlar, gözəl hər şey gedir düşürlər, deyir, bura nədir, nə beyişdir ki? Elə deyil axı. Şəhərdə də çətin yaşayanlar var. Öz gələcək nəsillərə, uşaqlara öyrətmək lazımdır ki, məsəl üçün, çıxmışam işimdən pensiya, dövlət qanunu ilə çıxmışam pensiyaya. Oturmuşam, bax, bu zəmbil tikirəm, məsəl üçün. Allah o Fərbiyə müəllimin dadananəsini rəhmət eləsin. Mən mədəniyyət evində işləyəndə ora gəldim, işə girdim, metodist işləmişəm orada. Metodist də ki, böyük vəzifədir də. O mənim gördü ki, bu həsirdən mənim başım çıxır. Oturdu, həyətdə həsir qurdu. Özü başladı onu eləməyə, heç həsirə baxmamış, onun naxışını saldı o qadın. Biraz bacarırdım mən. Məni məcbur elədi ki, sən bunu eləməlisən. Yəni ki, gör o qadın 85 yaşı var, bilirdi ki, bunun gələcəyi var. Mənim başıma gelmirdi ki, bu hasirdir. Özdəki qədimli zamanlarda bu hasirçiyə cürbəcür
vedrə bağlayardılar. Cürbəcür lağ eləyərdilər. Elə deyil axı. Mənə gülərdilər. Mən heç vecimə deyil. Məsəl üçün o hasır ilə dünyanı gəzirəm mən. Dünyada tanınıram bu zəmbil ilə. Bu belə olmalıdır da. Ona görə biz geridə qalmışıq. Biri məsəl üçün paltar tikir, biri məsəl üçün həsir eləyir, biri ağacdan, bambuqdan stul düzəldir, cürbəcür şeylər. Bunu eləməlisən də. Bunu məsəl üçün vermərəm 5 manata, verərəm 2 manata. Çörəyim yoxdur evdə. 2 manatı çörək alıb gətirib balalarıma verərəm. Pis deyil ki. Özüm bunu eləyirəm də. Bu belə olmalıdır. Yəni ki, dövlət bunun qabağında tutmur, tutmaz, tuta bilməz. Niyə? Mənim alışdığımdır. Bunu 10 manata da verə bilərəm, 5 manata da verə bilərəm, 1 manata da verə bilərəm. Buna imkan yaradır da bu dövlət. Deyir də bunu elə, bundan qazan da öz elədiyin işi. Yoxsa sən gedib buradan alasan, gətirib burada buna qiymət qoyub satasan, o şey düzgün deyil. Mən maraq o zəmbili tikməyi bilmirdim. Bir gün o Pərbiyə xanım Şabanova o vəzifələrdə çox işləyib, orada da muzeyi var. O mənə 1-2 kilo şirniyyat verdi. Bir qoca kişi vardı bizim kənddə, Səmid adında. Dedi, apar ona verginlə bunu, mənim adımla. Mən də başa düşmürdü ki, məni ora niyə göndərir. Mən də getdim, gördüm, bu kişi xəstədir. Oturan yerdə bu zəmbil tikir orada. Dedi, bilirəm səni yaxşı bura nə üçün göndəriblər. Mənə dedi. Mən də isə oturdum onun yanında. Başladı mənə öyrətməyə o zəmbili tikməyi. Bunu tikməyi başladı mənə öyrətməyə. Bax. Bunu oturan yerdə xəstə idi o kişi. Dedi ki, bax bunu bu cürünə, bu cürünə tikirlər mənə dedi. Bax bu fasında. Bunu özə soya batırırlar. Bu zəmbilin aşağı hissəsidir. Bax bu cürünə, bu formada. Başladı mənə öyrətməyə o. 2 dəfə onun yanına getdim, 3 dəfə daşı. 3-cü dəfədə götürdüm ondan. Hər kəs bunu götürə bilmir. Sonra bizdə kollektiv var, rəqs qrupu. Onlar qızlar da var, oğlanlar da var. Onlar oturdular mənlə, onlardan gördüm bəziləri götürür, bəziləri götürmür. Məsəl üçün mən bu 20 neçə ili, 30 ili Novruz bayramında iştirak eləmişəm Bakıda. Çox uşaqları öyrətmişəm, uşaqlar bilirlər. Biri məktəbə girib, biri məsəl üçün gedib də hardasa işləyirlər. Kimsə eləyir bunu. Mən məsələn indi işdən çıxmışam işdən də. Yenə də gedirəm, yenə uşaqları yığıram. Mən 2-3 dəfə kursda olmuşam Bakıda. Orada müəllimlər dərs keçəndə bizə deyərdilər ki, yəni belə uşaqları cəlb eləyin. O dövr belə bir dövr idi ki, ağsaqqalının hörmətini saxlayırdılar. Nəyə görə saxlayırdılar? İş yerində onun hörmətini saxlayırdılar. Məsəl üçün, Novruz bayramı olur, cürbəcür tədbirlər olur da. Məsəl üçün, hər ayda 3 dənə tədbir, 4 dənə tədbir olur. Onları cəlb eləmək lazımdır. Həmin ağsaqqalları, pensionerləri, istər ağbirçək ana olsun, ağbirçək ata olsun. Əgər mən pensionerəm, oturmuşam evdə, gəlib mənə deyirlər ki, sən bugün vəhdən var sabah, sabah sənə vədən var, tədbirdə orada iştirak eləməzsən. Sənə bəlkə bir söz verdilər. O sevinci ilə, o keçmişin xatirələri yadından düşür. Həvəs ilə təmiz geyinir, gəlir orada tədbirlərə qatılır. Orada 5 nəfəri də görür, nə qədər ürəyi parlaq olur. Bu olmur axı bizdə. Pensiyaya çıxdın, otur evdə. Ona görə biz bu geridə qalmışıq. Ağsaqqalların hörmətini. Yəni ki, 1-2 nəfər dalaşır küçədə, mən rastlaşdım ona, ağsaqqalam da. Deyirəm, Allahu Akbar, hədə dayan. O dayanmalıdır da mənim sözümə. Mənim sözümü sındırmamalıdır. Yəni, mən ağsaqqalam axı. Səni bir xatadan, baladan qurtardım. Sən gedib sevməlisən ki, bu kişi haradan göydən gəldi, düşdü, gəldi, məni bu xatadan qurtardı. Belə şeylər yoxdur. Bu birinci variant. Mən özüm bizdə xalq teatrı, Şahirlər adına xalq teatrının havaksar aktoruyam. Filmlərim də var. Məsəl üçün, elə sözlər var, bizdə işlənilmir o sözlər. Məsəl üçün, mən sənin balanı görürəm küçədə, deyirəm, köpək oğlu, atan nə edir? Atan necədir? Salam deyəsən ona. Uşağın kefinə dəyir. Deyir, mənə köpək oğlu dedi. Elə deyil axı. Bu sözlərlə işlənilsin. Elə sözlər var. O xalq teatrı çox böyük şeydir. Filmlərdir ya.
gözəl təşəbbüskarlığı var xalq üçün. Elə sözlər var, işlətmirlər onları. Onlar itir o sözlər. Mən o sözləri görə deyərsən uşağa, uşaq inciməsin. Bir dənə köpək oğlu sözdə bıçağı çıxarır, məni vurursan. Elə deyil axı. Xalq teatrı nə qədər bərpa olsa, hər bir mədəniyyət evində talab olunsa, mədəniyyət talab eləsə, sən bunu bu tədbiri keçirməlisən. Mən özüm həm oxuyanam, həm meyxanaçıyam, həm hər şey mənim əlimdən gəlir. İndi şükür Allaha ki, biz azsaylı xalqlarıq. Dövlətimizə təşəkkür edirəm ki, imkan verib azsaylı xalqlar bir-birinə mehrimançılığı. İndiki cavanlar deyir, köynə-köynədə qaldı. Yox, düz deyil o. O düz deyil. Yəni ki, sən çox da işləyirsən. Ali savadlısan, müəlliməsən. Ya rayonda işləyirsən, evə gəldin, gərək ev işini də eləyəsən də. Arvad görsən da pelləyir, ged ona kömək elə. Ged ona su apar, pomadora su ver, əqorsiya, xiyardır su ver. Sən də kömək elə də, paltarını dəyiş, bunu belə elə. Bir gün oturmuşdum evdə, gördüm ki, bir 14 dənə xarici vətəndaş Facebookda məni tapıblar, gəldilər bizə. Məni tapdılar. Dedim, bir nəfər rus dili danışırdı orada, qalanları hər kəs bir dildə danışırdı. Onlar da yazılar, şifrələri böyük hərf ilə yazırdılar. Dedim, adların, familiyaları yazın bura, mən kitaba vururam bunları. Onlar bizim evdə oturdular. Dedilər ki, biz hər şeyi bacarırıq. Bir dənə bu zəmbilin tikməyi bacarmırıq. Bu həsir var, bu həsiri də bacarmırıq. Bu həsirli. Bu həsiri də bacarmırıq. Və bunun naxışı da, üstündə naxış var, nəmləki, şona, cürbəcür adları var bunların. Bunlar oturdular mənim evimdə bir gün. Mən onlara bu zəmbilin tikməyini öyrətdim. Mənim xoşum gəldi. Qadın deyir ki, mənim 8 dənə deyir, vəzifəm var deyir. 3 gün bu metazis işləyirəm, 3 gün qarmonçu işləyirəm, 3 gün mesesra işləyirəm. Hər sənətim var mənim. Öz evimdə həkimim var, müəllimim var, hər şeyim var. Sizdə bir dənə elə mikrofon götürürlər. Mən xanəndəyim, oxuyanam. Uşaqları yalvarıram, gətirirəm ki, gəlin öyrənin, eləyin. Bunu gedin öz üçün eləyin də. Mənim oğlum, bu oğlan bilir. O gəlin də öyrətdim buna, gördüm gəlin də bacarır, tez götürdü. Onlar da gəlib kömək edirlər mənə, işləyirlər burada. TikTok var, mən inanmıram o TikToka zada inanmıram. Məsəl üçün, mən o qədər 30 ildir mədəniyyət evində çalışmışam. İndi də çalışıram 30 neçə ildir. Nə mən orada çəkmişəm, dövlətin tədbirlərini vermişəm. Mənə bir dənə töhmət gəlməyib, bir dənə qara siyahı gəlməyib. Orada qara siyahı yazılır. Mənim adım düşməyib bura. Ziyalı olun, tərbiyəli olun. 11 il oxuyursan, 11 il məktəbdə qəşəng oxu. Bizim vaxtımızda məktəbə gedirdik, qaz yox idi, işıq yox idi. Məktəbdən gəldik, kitabı qoyduq, qaçırdı çilə gətirməyə, odun gətirməyə, ot gətirməyə. Vaxtımız olmurdu oxumağa. O lampanı qoyduq, burada lampa var burada. O lampanı qoyduq, onunla dərs keçirirdik. Onunla dərs keçmişəm, mən gəlib bura çıxmışam. Hala lampa ilə. İndi işıq var, gözəl var. O paltara baxırsan, bunu da vurğulayım mən. Prosto istəmirəm onu deməyə ancaq. Paltar yox idi geyməyə, mən geyinim. Anam bir dənə yamaq bura qoymuşdu, bir dənə bura. Qızlar oturmurdu adamla. Deyir, onun paltarında yamaq var, oturmuram. Məsəl üçün, qabaqda biz müəllimi görəndə girərdik orada xəndəkdə, otlaqda gizlənərdik, müəllim bizi görməsin. Xəcalat çəkirdik. Bu bir. İkinci variant, ağsaqqalların deməli, mən yoldaşımla qındaq əlində uşaq keçirəm, mənim böyük qardaşım mənə rastlaşır. O qadın uşağı qoyardı yerdə, deyərdi, vay, sənin qardaşın uşağı gördü mənim qocağımda. Qoyardı, yaşmağını da belə tutardı belə, belənçinə ki, tutardı belə, deyərdi ki, yəni ayıbdır da, ayıbdır. O yaşmağı deyirəm sizə, Allah ölənlərinizi rəhmət eləsin. Bu güzgünü görürsən, bunun 200 yaşı var bunun. Anamın gəlinlik güzgüsüdür. Bu güzgünü, deməli, bu niyə buna qoyardılar? Gəlin deməli baxanda, səhər gərək özünə baxsın, cavanlıqdır da, açıqlamıram. Evi süpürə-süpürə bizim qaynana mənim sifətində bir səhv görər. Bu güzgünü ona görə qoyarlar. Mənim anamın əlinin yadigarıdır bu. Görsən, gedib işlərini bu hamısı. Bunun
nə bilim 150-170 yaşı var. Həmin bu süpürgənin. Həm də ki, Novruz bayramında bunu belə asardılar, belə dəmir, süpürgə, belə asardılar, belə bağlayardılar Novruz bayramında. Bunu niyə bağlayardılar? Gelsən bazara, süpürgə alırsan, dəyir biri-birinə. Bıçağı çıxardır, səni vurur. Hey, süpürgəni vurma mənə. Bunlar rəmzdir hamısı. Novruzun çox rəmzləri var. Bunu beləsinə, bundan oynayırsan cəmaat içində, tədbirdə, dəyir ona, buna. Yəni ki, cəmaat görür də, bu süpürgə dəydi mənə. Bunlar, görürsən, bayaq deyirdini, niyə marifləmə bu deməkdir. Bunu aşkarlamaq lazımdır. Eləmirlər bunları. Görürsən, bu da, anam mənə, anam düzəldi bunu. Nə bilim, anam neçənci ildə ölüb, yadımda deyil. Xeylək vaxtda ölüb, 84 yaşında ölüb anam. Görürsən bunu, bu saxti qap. Səhər-səhəri, Külüşanbə gecəsi. Deməli, çərşənbə, axırıncı çərşənbə. Bunu səhər-səhəri dururuq, valideyn. O quyudan su götürür, heç kəs görməsin məni. Bunu götürürdü bu suyu, evin içinə girirdi, sən yatan yerdə. Səpirdilər belə uşağa. Qoy xəstələnməyəsən, savadlı olasan, sağlam olasan, xeyir-bərəkət evimizdə çox olsun. Bunu deyərdilər. Bu su ilə. Sonra bir dənə gül çubuğu darardılar, bizə verərdilər. Bu gül çubuğu götür, ağaclara vur. O yanmasın, yaxşı məhsul gətirsin. Qoy ondan yaxşı bahar götürək, yaxşı məhsul götürək, dolanaq. Bu belə eləyirdilər. Bu rəmzləri aşkar eləmək lazımdır. Bunu eləmirlər. Bizdə keçmiş zamanlarda 6 gün, 7 gün toy olardı. 7 gün necə olardı? Deməli, axşamlar çalardılar çadırda, gündüzlər xonça qoyardılar kənd adamları. Xonçaya kimin gücü nə çatardı, onu gətirərdilər ev sahibinə, kömək eləyərdilər. Sonra yavaş-yavaş o keçdi 3 gecəyə. 3 gecə, 3 gün o da elənçinə toy olardı. Toyda nə verərdilər? Qatıq, o da at qatığı, duşabdan pişirirlər. Süzülmüş polo verərdilər, göyərti verərdilər, bir də su verərdi, qoyunun suyu. Belə verərdilər. Həmin o pul qalardı qız yəsinə, qız yəsi gedərdi, qız toyu həddəlini olardı, oğlan toyu həddəlini. Qız toydan danışıram. Bu qız o pulu götürərdi, öz üçün ciri-ciriz alardı, gedərdi oğlanın evinə. Bu bir variant. Sonra oğlan özü üçün davatnama çıxardardı. Qabaq, lap birincidən başlayayım mən. Deməli, bir dənə zəmbil götürərdilər, 1 kilo qəndi doğrayardılar. Sahı yox idi o vaxtı. 1 manat atardılar zəmbilə, bir dənə qənd götürərdilər. Şirin eləyərdilər ağzını. Vəssalam. Bu qadın toyu yemək yeyərdilər, çıxıb gedərdilər. Sonra keçdi pul siyasetinə, bu dediyimə. Bu pulu götürərdi qız sahibi, qız üçün, məsəl üçün. O vaxtı parça zad yox idi. Kim gedərdi evə, 6 dənə həsir aparanı barmaq ilə göstərirdilər. Bir dənə qarabat aparırdılar, bir dənə mis, bir dənə stul, 2 dənə stul, bir dəsti yorğan, bir dəst döşək. Həm də ki, bax bunu görürsünüz, bu da. Qızlar oturardılar, bu ağdan belə torlar tikərdilər. Bax, o da. Həmin bax ondan tikərdilər. Öz evini ondan bəzəyərdilər. O olmayanda gedərdilər, onu prakat götürərdilər. Birinin evindən gətirərdilər, evi bəzəyərdilər. Bir həftədən sonra aparıb verərdilər yəsinə. Sonra yavaş-yavaş inkişaf elə o parçalar, ağlar çıxdı, elə tikmə vurardılar da 8 ulduz üstündə var. 8 ulduzu biz bilmirdik ki, bizim 8 ulduzumuz var. 5 ulduzla gedirdik. Bax onu orada qoyurdular. O həmin o materialın üstünə. Elə bəzəyirdilər öz ev cihazlarını. Sonra oğlan gedərdi, şifəni alardılar, ya miz tapardılar, eləyərdilər, öz evini bərpa eləyərdilər. O 3 gün gəldi, keçdi 2 günə. 2 gün gəldi 1 günə. İndi bir gün toy eləyəndə evdə yenə qatı keçdi, soz verərdilər, pulu verərdilər, kabab verərdilər, göyərti su ilə. Bununla
tamamlayardılar. O pul da qalardı ev yəsi üçün. İndi gedirlər şadlıq evinə. Bu biraz pis çıxmasın. O şadlıq evlər məndən narazılıq qalar. Mən demək istəmirəm bunları. Yəni ki, girsən 10.000 orada qoyursan, gəlirsən, gəlin bombolubuş gəlir, çıxırsan evə. O pulları orada yeməyə verirsən. Mən buna narazıyam. Niyə narazıyam? Yəni sən evində toy elə, mən orada 50-100 manatı yazandan gəlib mən əgər doymasam 2 dənə pulu yeyərəm, 2 dənə qatıq yeyərəm. O pulu yazaram, orada ev yəsi üçün. Qoy uşağını o barpa eləsin, uşağını cerceyiz alsın, sonra almaq olmur. Başa düşdün? Onu alır, gətirir o qızı, məsəl üçün onu ev eşik sahibi eləyir. Elədi, bir uşaq dünyaya gəlir. Anası beşik alır öz evindən. Beşik gətirir. 5 nəfərin vədəsini alır. Hər kəs uşağa bir xalat alardı. Gətirərdi, verərdi uşağa. Biraz dayaq olardı o gəlinə, oğlana. Başa düşdün? Bu belə olardı. İndi bunları heç kəs eləmir. Paltar kəsdi. Şəxsən mənim toyumda 40 nəfərin vədəsini aldıq. Paltar kəstiyə gedirik, qız nişana. 40 nəfər, 40 dənə xalat ilə, onun şirniyyatı ilə gətirirdi bizim evə. Qoyurdu evimizdə. Hə, biz sonra onu götürüb aparırdı yine qız evinə. Bu birinci variant. Sonra qız toyunda odun, nöt, qazan, qab-qacaq, dozu, zafaranı, onun hər bir şeyi nə lazımdır dediyimi tökərdik maşına, aparardı qız evinə. Qız evi özü üçün xörək pişirərdi, addelini. Görərdi mənim oğlanım xörək çatmır mənim xörəgim. Qohuma deyərdim ki, qohum, sənin xörəgin çoxdur, mənim xörəgim biraz çatmır, mənə kömək elə. Öz xörəkindən verərdi, o cəmaatı yola salardılar. İndi kimdir bunu eləyən? Bu belə olmalıdır da. O öz üçün, qonaqlar üçün pişirərdi, mən də isə aparmışam onun evinə. Sonra görərdi pulum çatmır, məsələn qız adamı deyərdim ki, qız qohumma, mənim pulum çatmır oğlan toyunu eləməyə. O pulu qoyardı mənim qabağıma, öz qız pulunu, qız toyun pulunu. Deyərdi ki, gəl, nə qədər bundan götürürsən, götür. Mən ondan 300 manat pul götürərdim. O vaxtı pul idi də. 400 manat götürərdim, oğlumun üçün toy eləyərdim. Deyərdim, Allah sənə valideyn bir rəhmət eləsin. Mənim oğlan, sənin qızım mənim evimə gəlir də. Gücüm yoxdur toy eləməyə. O mənə al tutardı. İndi var elə şey yoxdur, sənə qurban. Bu belə olmalıdır. Bunları aşkar eləmək lazımdır ki, biz getməyək uçuruma, balalarımız. Gedir bombolubuş evinə, qaynana da dalaşır, hani sənin mizin, hani stolun, hani sənin nehrən, hani sənin paltarı yanın, hani sənin lüstrun, hani sənin... Bunları aşkar eləmirlər, dava düşür belə şeylərin üstündə, evdə. Dəyirlər biri-birinə. O da uşağın geyimiyə baxırsan, fəxr edirəm. Mən onun tayında olanda elə geyim geymişəm, görmüşəm, görməmişəm. Balaca çiklənir, atırlar. Aparıb yandırırlar. Elə deyil axı. Məsəl üçün bu bazı aktivi da. O paltar... O köynə paltarı mən onu götürürəm, onu bax belə zambilərə vururam. Paltardır bu. Niyə atırsan bunu? Niyə yandırırsan? Yandırma. Bunu bir şey düzəlt. Lazım olsun. O da sən yanında qoymuşam o da. Bu da nimdardır. Ora bax, ayaq altında qoymağa o da. Ora bax. Görsən rəngli paltardır bu. Görsən bu da. Ora bax. Həm bunu mizin üstüne koy, kolonkanın üstüne, kolonka yanmasın. Gel sen eve desen, yoldaşlar desen biraz yumurta zat pişirmen çünkü. İsti koy bunun üstüne. Bunu koy üstünde böyle, bura bak, otur üstünde. Nimdar kimi bir şeydir. Rematizmanı da bu götürür. Rematizmanın darmanıdır bu. İnsan rematizma olmur. Bak, köynə paltarı niye atırsan? Bunu belə elə də. Bu salam kalam her şeyi örtür, basır. Girdin, gördün ağsaqqaldır, dur ayağa onun için. Bu sözləri işlədin. Avtobusda oturdun, gördün ağsaqqaldır, dur onun için ayağa. Tanımırsan onu, dur onun için ayağa. O ürəyində sənə sevinər. Ürəyində sənə elə dua eləyər. Sən gedərsən evə, bax belə qəşəng sənin üçün günün keçər. Çörəyin bol olar. Ona görə biz çörək bizdən uzaqdır. Salam, kalam yoxdur, çörək bizdən uzaqdır. Mən axırıncı sözüm budur. Sənə qurban.